Salam əziz izləyicilər, bugün bağımızdan sizə yeni görüntünü göstərirəm. Yaşıllıqları, həmişə yaşıl olan bitkiləri göstərəcəm. Şam ağacı qalxır. Burada sarmaşıq var. Bütün buranı tutacaq bu sarmaşıq. Yapon əzgilidir bu. Keçək bulağın o tərəfinə. Video tam keçməzdən əvvəl bir dənə videonu bəyənib, abunə olub, bir də şərh yazmağı unutmayın. Dəstəyinizə ehtiyacımız var, dəyərli izləyicilərimiz. Bura üzüm çardağının altıdır. Keçək o hissəyə. Bu da üzümdür. Burada qızıl güllər var. Burada mürəbbə gülü deyirlər. Ətirli olur. Çox gözəl ətri olur bunların. Nar ağacının dibində yetişib. O tərəfdə də olmalıdır, səhv eləmirəmsə. Buralar da oldu. Burada da olmalıdır. Gedib tək düşüb ora. Yaxından göstərim sizə. Çox gözəl ətri olur bunun. Burada ərik ağacı olmalıdır. İndi yetişir daha doğrusu. Baxın. İndi turşu olur hal-hazırda. Bunlar çiyələkdir, çiçəkləyir. Bu da pişik. Pis pis pis. Abunə olmağı unutmayın və videonu bəyənin.